Salam, miqro sertifikasiya yazılaşan müəllimlər üçün ədədi ardıcılıqlar və silsilər mövzusundan bir neçə sualın həllinə baxaq. Birinci sualda təniklər sistemi şəklində A8 üstəgəl A9 üstəgəl A10 27 verilib və A9 və A10'un hasili 18 olarsa, silsilənin birinci həddini və silsilə fərqini soruşur. Deməli, biz bilirik ki, ardıcıl hədlər olanda, yəni ədədi silsilədə A9 ortadakı hədd özündən əvvəlki və özündən sonraki hədlərin cəminin yarısına bərabərdir. Yəni burada A8 üstəgəl A10 bərabərdir 2A9'a. Aparıb yuxarıda yerinə yazsaq, yəni bu ikisinin yerinə 2A9 yazsaq, olacaq 3A9 bərabərdir 27'yə. Buradan A9 bərabərdir 9. İkinci tənikdə yerinə qoyuruq. Olacaq 9 vur A10 bərabərdir 18. 10-cu həddimiz olacaq 2. 9-cu həddimiz də var, 10-cu həddimiz də var. Silsilə fərqini tapırıq. Silsilə fərqi D bərabərdir A10 minus A9 böl indeksləri fərqi. Yəni 2 minus 9 böl 1. Bu verir bizə mənfi 7. Silsilə fərqi mənfi 7'dir. Təkcə A variantında var, yəni cavab A variantı. İndi isə gəlin birinci həddini tapaq. Birinci həddi A9 bərabərdir A1 üstəgəl 8'dir. A9'umuz 9'dur. 9 bərabərdir A1 üstəgəl D də mənfi 7'dir. 8 mənfi 7'yə vuranda mənfi 56. Buradan A1 56 və 9'un cəminə, yəni 65'ə bərabərdir. Olacaq cavab A variantı.